Çox səsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Charles Darwin deyir ki, yoxsullarımızın səfaləti təbiət qanunlarından deyil də, bizim qurduğumuz qurumlardan qaynaqlanırsa, günahımız böyükdür. Oscar Wilde da Sosializmdə insan ruhu əsərində belə deyir. Modern dövlətə gərəkli bir şərr deyilib. O hər halda bir şərrdir, amma modern fabrika sistemi ondan daha da pisdir. Bu sözlərdən və verdiyim ipuçlarından hər halda bugünkü proqramımızın konusunu bilmiş ola bilərsiniz. Mən Altay Urmulu, Araz News radiosunun Azadlıq və Ədalət proqramında bugün açdığınız frekansda və ya Araz News'un sosial media hesablarında izlədiyiniz bu radyo proqramında sizin qonağınızam. 19-cu yüzyıla baxdığımızda insanlıq yalnızca yeni maşınlarla deyil, yeni bir düzənlə qarşı-qarşıya qaldı. Sənaye kapitalizmi 100 illər boyu sürən üretim biçimini kökündən dəyişdirdi. Sənətkarın əl əməyi yerini fabrikanın ritminə buraxdı. Ev ilə iş arasındakı sınır ortadan qalxdı və insan həyatının böyük bölümünü keçirdiyi yeni bir məkana daşıdı. Fabrika. Bu yeni düzen yalnız üretimi artırmadı, eyni zamanda iş saatlarını da uzatdı. İş güvənliyini zəiflətdi və əməyi insanın həyatından qoparıb ölçülə bilən bir zamana dönüşdürdü. Gündə 12 saat, 14 saat çalışan işçilər, eyni maşınların başında böyüyən uşaqlar və daha düşük ücrətlə daha ağır yük daşıyan qadınlar. Və bütün bu tablonun içində ortaq bir gerçək var idi. İşçi və ya fəhlə yalnız idi. Nə onu qoruyacaq bir hüquq var idi, nə də onun adına danışan bir yapı. Amma tarix buradan yönünü və cəhətini dəyişdirdi. Çünki işçilər yavaş-yavaş bunu fərq etdilər. Bu sorun tək-tək insanların sorunu deyildi. Bu sistemin öz sorunu idi və sistem qarşısında tək başına qalmaq, yenilmək və utuzmaq demək idi. Bu fərqindəlik işçi hərəkətlərini doğurdu. Dayanışma başlandı, örgütlənmək və təşkilatlanmalar başladı və ən önəmlisi bir tələb ortaya çıxdı. 8 saat çalışma, 8 saat dinlənmə ya istirahət eləmə və 8 saat yaşamaq. Bu sadə bir iş düzəni tələbi deyildi. Bu insanın öz həyatını geri istəməsi idi. Bu yüzden May ayının biri bir tören olarak deyil, bir sınır çizgisi olarak doğuldu. Bir tərəfdə əmək var idi, diğer tərəfində isə özgürlük və azadlıq. Bu çizgi bugün hələ də yerində durur. İndi bu çizginin qanla, məhkəmə ilə və hafizə ilə necə çizildiyinə baxacağıq. Chicago'ya gedəcəyik. High Market'e. High Market müttəhəmlərindən olan August Spies məhkəmə sürecinin sonunda edamdan öncə danışdığı son cümlələr bunlar idi. O gün gələcək ki, bizim susqunluğumuz bugün boğduğunuz səslərdən daha güclü olacaqdır. Chicago, 1886. Sənaye böyüyür, şəhər genişlənir, fabrikalar çoxalır, amma işçinin həyatında bir genişləmə yoxdur. Tam tərsinə alan daralır. Mayın birində 100 minlərcə işçi xiyabanlara çıxdı. Eyni tələb ətrafında toplandılar. İş saatlarının sınırlandırılması. Günlər ilerledikçe gerilim daha da yükselirdi. May ayının 3. günü McCormick fabrikası önündə etirazlar başlandı. Qalabalıq böyüdü və səslər yüksəldi. Polis müdaxilə etdi. Qısa sürədə ortam sərtləşdi və ardından silahlar danışdı. Polis güllə atmağa başladı. O an yerdə qanlar döküldü və bu sıradan bir müdaxilə olaraq keçib gedəcək bir olay deyildi. Bir gün sonra May ayının 4'ünde High Market meydanında bir toplantı çağrısı yapıldı. Amaç olanlara karşı etiraz etmək idi. Toplantı gözlənilenden daha səssiz idi. Danışıqlar yapıldı və qalabalıq yavaş-yavaş dağılmağa başladı.
yağış yağırdı. Tam hər şey bitmək üzrəyikən polis qabağa gəldi və o anda bir patlama oldu. Bombanı kimin atdığı heç bir zaman netləşmədi. Amma sonrasında yaşananlar çox bəlli idi. Silah səsləri, qaçan insanlar və qaranlıqda kimin kimə güllə atdığı bəlli olmayan bir qarmaşa. O gecə həm polislər, həm göstəricilər həyatlarını itirdilər. Olayın ardından gözlər işçi hərəkətinə çevrildi. Qısa sürədə 8 nəfər tutuqlandı. Hamısı örgütlü və təşkilatlanmış işçi çevrələrindən gəlirdi. Məhkəmə sürəci başlandı. Ortada bomba atdıqlarına dair heç bir qanıt və mərcək yox idi. Buna rəğmən dava irəliləydi. Tanıq və ya şahid ifadələri tartışılmadı. Dəlillər zəif idi. Qərar isə olduqca net idi. 4'ü edama məhkum edildi. Biri hücrəsində həyatına son verdi, digərləri isə uzun illər həbs cəzası aldı. İllər sonra dava yenidən dəyərləndirildi. Adil bir yargılama və ya bir məhkəmə yapılmadığı qəbul edildi və həyatda qalanlar əfv edildilər. Amma bu qərar gəldiyində olay çox da ayrı bir məna qazanmışdı. Haymarket artıq bir dava dəyirdi, bir xatirə haline gəlmişdi və bu xatirə işçi hərəkatının hafizəsində yer etdi. Chicago'da baş verən olaylar başqa şəhərlərdə də danışıldı. Başqa dillərdə anlatıldı və 1889'da alınan qərarla May ayının 1'i uluslararası bir gün elan edildi. Bu qərar yaşananların unudulması üçün dəyirdi. Çünki orada görülən şey bu idi. İşçilər bir araya gəldiyində qarşılarında fəqət onların işverənləri deyil, dövlət də səhnəyə çıxır və o səhnəyə necə çıxdığı tarixin yönünü belirləyir. Demək ki, May ayının 1'ini doğuran şey fəqət iş koşulları deyil, dövlətin əməyə necə cavab verdiyidir. Marx'ın bir sözü var ki deyir, bugüne kadar bütün toplumların tarihi sınıf mübarizələri tarixidir. Haymarketdən sonra ortaya çıxan tablo tək bir ölkəyə aid deyildi. Eyni sorunlar fərqli coğrafyalarda fərqli yollarla qarşılıq gördü. Amma diqqət çəkən şey də bu idi. İşçi hərəkəti hər yerdə eyni şəkildə gəlişmədi. Avropada sürət daha qurumsal ilerlədi. Böyük fabrikalar, yoğun işçi nüfusu və şəhərləşmə. Bunlar sendikaların güclənməsini sağladılar. İşçilər fəqət xiyabanlarda deyil, masada, yəni mizlərin də üstündə yer almağa başladılar. Toplu pazarlıq mekanizmaları oluşdu və sendikalar hüquqi statu və ya yer qazandılar. Zamanla bu yapı siyasətlə birləşdi. İşçi partiyaları ortaya çıxdı və parlamentə girdilər. Rifah dövləti dediyimiz modelin təməlləri atıldı. Yəni Avropada işçi hərəkatı çatışmadan quruma evrildi. Haqlar mübarizə ilə qazanıldı və sonra isə sistemin parçası haline gəldi. Amerika'da tablo biraz daha fərqli idi. Burada işçi hərəkatı güclüydü amma parçalı idi. Uzun süre sənət təməlli örgütlənmə önə çıxdı. Eyni işi görənlər bir araya gəldilər. Amma bütün işçi sınıfını içine alan geniş bir birlik qurmaq rahat olmadı. Bu yüzden hərəkət bir yandan etkili idi amma digər yandan da dağınıqdı. 1930'cu illərə gəldiyində bu yapı sarsıldı. Böyük buhranla birlikte daha geniş bir örgütlənmə modeli ortaya çıxdı. Amma yenə də Amerika təcrübəsi bunu göstərdi ki, güclü olmaq hər zaman birləşmiş olmaq mənasına gəlmir. Sovyetlər və Doğu Avropada isə bambaşqa bir model quruldu. Burada sendikalar var idi amma bağımsız deyildilər. Dövlət işçi adına danışdığını söylüyordu. Sendikalar da bu yapının içində qonumlandırıldı. Grevlər, etirazlar və bağımsız örgütlənmə bunlar ya sınırlandı ya da tamamen ortadan qaldırıldı. Ortaya maraqlı bir tablo çıxdı. İşçi sınıfı adına kurulan bir sistem amma işçinin öz səsinin zəif olduğu bir yapı. Bu model uzun süre devam etti amma içdən içə bir boşluqda böyüdü. Çünkü örgüt var idi amma özerkilik yok idi. Təmsil var idi amma iradə məhdud idi.
Tarix bizə bunu təkrar göstərdi. Bir yapı nə qədər güclü görünürsə görünsün, əgər tabandan qoparsa bir nöqtədə sarsılar. Tam bu yerdə Poloniya və ya Ləhəstan örnəyi səhnəyə çıxır. 1970-ci illərin sonu və 1980-ci illərin başı. İqtisadi kriz dərinləşmişdi. Gdansk gəmi fabrikalarında işçilər etisaba başladılar. Amma bu etisab və bu etiraz öncəki örnəklərdən fərqli idi. Bu dəfə işçilər tək idilər. Aydınlar dövrəyə girmişdi. Yazıçılar, akademisyenlər və intellektuellər işçilərlə eyni çizgidə buluşdular. Kəndlilər də bu mərhələdə sürəcə qatıldılar və ortaya yeni bir yapı çıxdı. Solidarity. Qısa sürədə milyonlarca insanın parçası olduğu bir hərəkətə dönüşdü. Bu klasik bir sendika deyildi, toplumsal bir güc idi. Dövlət baskı qurdu, sərt yönetim və ya hökumətə nizami elan edildi və hərəkət yasaklandı. Amma ortadan qalxmadı. Çünki bu dəfə məsələ yalnız işçi məsələsi deyildi. Toplumun fərqli kəsimləri eyni nöqtədə görüşmüşdülər və bu birlik sistemi dəyişdirən bir etkiyə dönüşdü. 1989-cu ilə gəldiyində Poloniyada siyasi yapı dəyişməyə başladı və Solidarity bu dönüşümün mərkəzinə yer aldı. Buradan çıxan sonuc açıq idi. İşçi hərəkatı tək başına güclü ola bilər, amma başqa toplumsal kəsimlərlə birləşdiyində tarixin yönünü və bir millətin taleyini dəyişdirə bilər. Bu hikayə sadəcə Chicago'da qalmadı. Eyni sorular başqa coğrafiyalarda da soruldu. Arazın quzeyinə baxdığımızda 1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyyəti qısa ömürlü oldu, amma buraxdığı iz sürəsindən daha böyük idi. Yeni qurulan bir dövlət var idi, savaşın, işğalın və bəlirsizliyin ortasında. Belə bir ortamda öncəliklər genəlliklə əmniyyət və ya güvənlik olur, amma burada başqa bir tərcihlər də yapıldı. Əmək məsələsi dövlətin əsas gündəmlərindən biri halına gəldi. 1919-cu ildə qurulan Əmək Nazirliyi və ya Çalışma Bakanlığı quruldu. Bu, o dönəm üçün sıradan bir addım değildi. Dövlət işçi ilə işverən arasındakı ilişkiyə doğrudan müdaxilə olurdu. Uyuşmazlıqların çözümü üçün mekanizmalar quruldu. Denetim və ya nəzarət üçün əmək müfəttişliyi oluşturuldu. Bu demək, işçi məsələsi yalnız iqtisadi bir konu olaraq görülmür. Dövlətin yapısı ilə ilgili bir məsələ olaraq ələ alınırdı. Qadın əməyi, uşaq əməyi və iş qoşulları bunlar birər detay deyildi, düzənin parçası idi. Modernləşmə fəqət qurum qurmaq deyildi, toplumun necə işləyəcəyinə dair bir tərzih yapmaq idi. Arazın güneyinə gəldiyimizdə 1945 və 46 dönəmi qarşımıza çıxır. Təbriz mərkəzli qurulan milli hökumət çox zaman dil və kimlik tartışmaları ilə xatırlanar. Amma o dönemin başqa bir boyutu da vardı. İş həyatına dair düzənləmələr. İş qanunu hazırlanmışdı. İş saatları sınırlandırılmışdı. 8 saatlıq iş günü rəsmi bir çərçivəyə bağlanmışdı. İllik ücrətli izin tanımlandı. Lap az maaş qavramı ortaya qonuldu və artıq iş və ya izafəkar üçün ödəmə düzənləndi. 14 yaş altı uşaqların çalışdırılması yasaqlandı. İşçilər üçün sigorta və ya bimə sistemi quruldu. Bu düzənləmələr fəqət yerli bir uygulama olaraq qalmadı. Daha sonra İranda ortaya çıxan iş hüququ yapısına da etki etdi. Yəni Təbrizdə qurulan bu model daha geniş bir çərçivənin öncüsü oldu. Burada önəmli olan tək-tək maddələr deyil, qurulan baxış açısıdır. İşçi sistemin eşiyində buraxılmır, doğrudan mərkəzə alınır. Bu yanaşma toplumsal tabanda da qarşılıq gördü. İşçilər, kəndlilər, şəhərli yoxsullar və aydınlar eyni hərəkatın içində yer aldılar və bu birlik təsadüfi deyildi. Qurulan düzənin doğrudan sonucuydu. Arazın quzeyində Cumhuriyyət və güneyində isə milli hökumətimiz Azərbaycanın iki tərəfdə də modernləşməsinin dilini çox açıq bir şəkildə bizə göstərir. Bu cümlə iki fərqli təcrübənin ortaq nöqtəsini anlatır. Modernləşmə sadəcə kimlik üzərindən qurulmadı, gündəlik həyatının içindən keçdi, işçinin həyatına doxundu və toplumla bağ qurdu.
Bu bağ qurulduğunda ortaya sadəcə bir siyasi hərəkət çıxmadı. Toplumsal bir zəmin oluşdu və quzeydə cumhuriyyət qurduq və güneydə isə milli hökumət. Martin Luther King deyir ki, hər yerdəki ədalətsizlik hər yerdəki ədalət üçün bir təhdiddir. Bu günə baxdığımızda başqa bir tablo qarşımıza çıxır. İranda işçi məsələsi fəqət iqtisadi bir başlıq deyil, doğrudan siyasi bir yapının parçasıdır. 1990-da İranda yazılan iş qanunu ilk baxışda geniş bir çərçivə sunur. İşçi tanımı yapılmış, çalışma ilişkiləri düzənlənmiş və bəzi haqlar tanımlanmışdır. Amma mətnin sınırları diqqət çəkicidir. Dövlət məmurlarının önəmli bir bölümü bu çərçivənin eşiyində qalır. Kiçik iş yerləri üçün istisnalar var və daha önəmlisi örgütlənmə və ya təşkilatlanma məsələsi fərqli bir şəkildə ələ alınır. Bağımsız sendikalar sistemin içində yer almır. Onların yerinə qurulan yapı budur. İslami işçi şuraları ya Şurahay-ı İslami Kar. Bu şuralar işçini təmsil etdiyini söyləsə də, əslində dövlətin yapısının içində qonumlanır. Təmsil vardır, amma bağımsızlıq yoxdur. Etiraz mekanizması var kimi görünür, amma sınırları öncədən çəkilmişdir. Burada əsl məsələ bu nöqtədə ortaya çıxır. Bir işçi dövlətdən bağımsız şəkildə örgütlənə bilmirsə, o yapının adı sendika olsa belə fonksiyonu və ya işləyişi fərqli olur. Bu yüzden uluslararası düzeydə iki sözləşmə sürəkli gündəmə gəlir. Uluslararası Çalışma Örgütü və ya Beynəlxalq Əmək Təşkilatının 87 və 98-li sayılı sözləşmələri biri örgütlənmə özgürlüyünü tanımlar, digəri isə toplu pazarlıq haqqını. İran bu sözləşmələri qəbul etməyibdir. Bu da bu mənaya gəlir. Kağız üzərində bir iş hüququ var, amma o hüququ işlədə biləcək bağımsız bir alan yoxdur. Bu yapının sonuçları isə doğrudan səhnədə görülür. Bağımsız sendikalar feylən yasaqdır. Sendika qurmağa çalışanlar çox zaman əmniyyət təhdidi olaraq görülür. Müəllim sendikaçıları illərdir baskı altındadır. Gözaltına almalar, soruşturmalar və peşədən uzaqlaşdırmalar davam edir. Bütün bu başlıqlar bir araya gəldiyində ortaya tək-tək sorunlar çıxmır. Bir memari ortaya çıxır. İşçinin örgütlənmədiyi, təmsilin kontrol altında tutulduğu, etirazın sınırlandığı və iqtisadi baskının bu yapını sürəkli bəslədiyi bir düzen. Bu yüzden məsələ bir neçə örnəkdən ibarət deyil. Bir sistemin necə çalışdığını görmək gərəklidir. Və bu sistem əməyi yalnız iqtisadi bir unsur olaraq deyil, kontrol edilməsi gereken bir alan olarak tanımlayır. Tarix boyunca ortaya çıxan hər böyük toplumsal hərəkət eyni sualla qarşı-qarşıya qaldı. Kim danışır və kimin adına danışır? Bu sual cavablanmadığında hərəkətlər böyüyə bilər, amma dərinləşməz. Milli hərəkətlər fəqət aydınların qurduğu fikirlərlə başlamaz. O fikirlər toplumun geniş kəsimlərinə çatdığında məna qazanar. Bir hərəkət kütlə mərhələsinə çatması ancaq insanlar o hərəkətdə öz həyatlarını görməyə başladığında mümkün olar. Dil, kimlik, tarix bunlar önəmlidir, amma tək başına yetərli deyil. İnsan öz həyatına toxunmayan bir fikrin içində uzun süre qalmaz. Tam da bu yüzden tarixsel örnəklər bizə bir tablo sunur. High Marketdə işçilər yalnız deyirdi, arxalarında böyüyən bir toplumsal bilinc var idi. Solidarity'də işçilər tək başına hərəkət etmədilər. Aydınlar, kəndlilər və fərqli kəsimlər eyni nöqtədə görüşdülər. 1918'də Azərbaycanımızın quzeyində qurulan cumhuriyyət sadəcə bir siyasi yapı deyil, toplumsal düzen qurma girişimi idi. 1945'də isə güneydə qurulan Azərbaycan Milli Hökuməti təcrübəsi yalnız kimlik deyil, həyatın içindən gələn tələblərlə şəkilləndi. Bu örnəklər yan-yana gəldiyində ortaya çıxan sonuc açıqdır. Toplumsal hərəkətlər ancaq fərqli kəsimlər özlərini o hərəkətin içində gördüyü zaman qalıcı olar. Bu nöqtədə Güney Azərbaycan məsələsinə baxmaq gərəkir. Burada məsələ fəqət dil deyil, ya fəqət kimlik də deyil. Gündəlik həyatın tamamı bu çərçivənin içindədir. İşçinin əməyi, öğrencinin gələcəyi, müəllimin etibarı, əsnafın güvəncəsi.
Bunlar ayrı-ayrı başlıqlar deyil, eyni hekayənin parçalarıdır. Əgər bir hərəkət bu parçaları bir araya gətirə bilməzsə, genişləyə bilər, amma kök salmaz. Tarixsel qarşılaşdırmaların göstərdiyi şey də budur. Sadəcə hafizəyə səslənən bir hərəkət güclü duyğular ürətər və ya tolid edə bilər, amma o duyğular tək başına bir toplum qurmaz. Toplum ancaq ədalət duyğusuyla birlikdə inşa edilir. Bu yüzden məsələ milli tələblərlə sosial tələblər arasında bir tərcih yapmaq deyil, ikisini eyni zəmində qura bilməkdir. Və bu bir ideolojik tərcih deyil, tarixsel bir zorunluluqdur. Çünki insanlar bir hərəkətə sadəcə inandıqları üçün deyil, o hərəkətin içində yaşamaq istədikləri üçün qatılırlar. Və əgər o hərəkət onların həyatına toxunmayırsa, orada qalmazlar. Dedik ki, toplumsal hərəkətlər ancaq fərqli kəsimlər özlərini o hərəkətin içində gördüyü zaman qalıcı olurlar. Bu yanaşma bugün Güney Azərbaycan üçündə yazılan bəzi strategik sənədlərdə də açıqca yer alır. Azərbaycan Milli Dirəniş Təşkilatının strategik sənədində işçi haqları və sendikalar məsələsi yalnız iqtisadi bir konu olaraq deyil, ədalət, insan qüruru və toplumsal düzənin təməl unsurlarından biri olaraq ələ alınır. Sendikalar sadəcə haqq arayan yapılar deyirlər, eyni zamanda toplumda ədalət və dəncə quran qurumlar olaraq tanımlanırlar. Bağımsız örgütlənmə, uluslararası standartlar və uluslararası çalışma örgütü və ya beynəlxalq əmək təşkilatı ilkələri bu çərçivənin mərkəzində yerləşdirilir. Bu önəmli bir nöqtəyə işarət edir. Azərbaycan Milli Hərəkəti yalnız kimlik üzərindən deyil, həyatın içindən danışdığında güc qazanır və bu da bizə eyni sonucu göstərir. Bir hərəkət yalnız milli hafizəyə səslənib toplumsal ədalətə susarsa, qalabalıq ürətər, amma toplum qura bilməz. Azərbaycan Milli Hərəkatı və onun daxilində Azərbaycan Milli Dirəniş Təşkilatının bu stratejik baxış açısı milli mübarizəni sosial ədalətlə örtüşdürərək daha köklü və qalıcı bir toplumsal zəmin qurmağı hədəfləyir. Bu, mübarizənin yalnız kimlik məsələsi deyil, eyni zamanda insan həyatının hər sahəsində toxunan bir yaşam biçimi olduğunu göstərərək, bunu da rədd etmir ki, Azərbaycan Türk millətinə qarşı olan bütün zülümlərin bir çox qismi bizim kimliyimizdən dolayı yapılır. Əgər bir toplum öz gerçəyini açıqsa söyləyə bilmirsə, nə əməyini savuna bilər, nə kimliyini, nə də gələcəyini. Bizim məsələmiz sadəcə keçmişi anlamaq deyil, gələcəyi də qura bilməkdir. Azadlıq və Ədalət proqramının bu bölümü də burada sona çatdı. Mən Altay Urmulu. Araz News frekansında tekrar başqa bir proqramda görüşmək diləyilə, əsən qalın.